Bismillah, Assalamu aleykum əziz müsəlmanlar. Keçən dərsi deməli 10-cu dərsin mətninin yarısında qalmışdıq. İnşallah nəhayət ki, bu günləri bitirəcəyik mətni. Demək, burada qaldıq. Həmidin sözündə zəhəbtə iləl Kuveyti yə Muhammedu. Deyir ki, zəhəbə getdi deməkdir. Zəhəbtə əntə, yəni sən getdin. Elə əntəyə uyğundur. Əzəhəbtə, sən getdinmi iləl Kuveytə, Kuveytə, ey Muhammed. Yəni, soruşur ki, gedibsənmi? Ömründə bir dəfə də olsun gedibsənmi Kuveytə, ey Muhammed? Deyir ki, nəəm, zəhəbtu, bəli, getmişəm. Və zəmilükə, bəs sənin qrup yoldaşın. Eynə əbuhu, haradadır onun atası? Deyir ki, əbuhu fil yəbəni. Onun atası Yaponiyadadır. Huwa təcirun kəbirun. O, böyük tacirdir. Ələkə əxun yə Muhammedu. Burada deməli, ləkə sözünü izah edək. Əvvəlcə, çünki deməli, ləkə sözü əslində qalsa li hərfi üzərinin üzərinə kə şəxs əvəzliyini gəlməklə düzəlir. Yəni, li bildiyimiz hərf üzərdir. Məsələn, həzə li xalidin. Bundan əvvəl çox yerdə keçmişdik. Limən həzə li un şəkilçisidir. Mən kim, kimin. Və yaxud da ki, həzə li xalidin. Bu xalidindir. Həmən o li üzərinə kə şəxs əvəzliyi gələndə, necə ki, az öncə keçən dərsdə daha doğrusu keçmişdik, kə sənə aiddir, sənin adın, sənin anan. Li üstə gəlsin kə bərabər olmalıdır likə. Lakin likə deyil, olur ləkə. Ləkə şəklində olur. Demək, bu ləkənin mənası sənin mənasını verir, tərcümə etdikdə. Lakin cümlənin əvvəlinə keçdikdə sənin var. Bura bir dənə də əlavə var sözünü əlavə edirik. Yəni, ləkə sənin. Məsələn, həzəl kitəbu. Məsələn, belə bir cümləni yazaq. Bir cümlə ilə görsədək. Desək ki, həzəl kitəbu ləkə, bu kitab sənindir. Həzəl beytu ləkə, bu ev sənindir. Lakin ləkə cümlənin əvvəlinə keçdikdə var mənasını deməli əlavə edirik. Yəni, ləkə sənin var. İndi burada deyir ki, ləkə əxun yə Muhammedu. Ey Muhammed, sənin qardaşın varmı? Ey Muhammed, sənin qardaşın varmı? Cavabında deyir ki, əvvəlcə səhifəni aşağı keçirək biraz. Demək, deyir ki, Muhammed deyir, nəəm, bəli, li əxun vahidun. Li hardan əmələ gəldi? Li hərf üzəri, ayaqları keçdiyimiz, üstə gəlsin, bundan əvvəl keçmişdik. Məsələn, beyt, beyti, ev, mənim evim. Kitab, kitabi, mənim kitabım. Həmən o, mənə məxsusluğu bildirən şəxs əvəzliyini deməli, burada lini onun üzərində artırında olur li şəklində. Yəni, li mənə məxsusdur. Mənimdir, lakin cümlənin əvvəlinə keçdikdə yenə var mənasını əlavə edirik. Deyir ki, nəəm, bəli, li əxun vahidun. Mənim var bir qardaşım. İsmuhu, bu keçən dərs keçmişdi, onun adı Usamət, Usamədir. Və huva mə'i huna fil mədinətil munəvvərəti. Və o mə'a birlikdə, mənimlə birlikdə. Mənimlə birlikdə huna, burada fil mədinə, fil mədinətil munəvvərə. Burada mənimlə birlikdə Mədinə şəhərindədir. Və li uxtun vahidətun. Və mənim var uxtun, bacım, vahidətun, bir bacım. İsmuhə,
Hə sözlərin sonunda artırılıqda onun var. Daha doğrusu ona məxsusluq bildirir. Yəni məsələn kitab sözün özüdür. Kitabuhə onun kitabı, yəni o qızın kitabı. Kitabuhu onun, yəni o deməli kişinin və yaxud da oğlanın kitabı deməkdir. Hu artırdıqda kişi cinsinə məxsusdur. Mənası onun kitabı deməkdir. Hə artırdıqda yenə də onun deməkdir, lakin qadına məxsusdur. Deyir ki, ismuhə Zeynəbu. Onun adı, yəni o qızın adı Zeynəbdir, yəni bacısının. Və hiyə bil-İraqi mə'ə zəvcihə. Və o, yəni bacısından söhbət gedir. Fil-İraqi, İraqdadır. Mə'ə zəvcihə. Öz zövcü, yəni həyat yoldaşı ilə bərabər. Zəvc sözü zəvcun həyat yoldaşıdır. Hə onun, yəni həmən bunun bacısına qayıdır. Ona görə də onun həyat yoldaşı olur. Zəvcuhə, lakin mə'a gəldikdə mə'a təsir edir sözə, edir zəvcihə. Çünki mə'a özündən sonraki sözü cər edir. Burada bəzi tələbələr ola bilsin sual versinlər ki, niyə zəvcuhə oldu? Ona görə məhz bu qaydanı izah etdim. Zəvcuhə həmən sözdə gördüyünüz kimi raf halında, yəni adi halda zəvcuhə. Zəvcuhə mühəndisun. Onun deməli həyat yoldaşı mühəndisdir. Yeri gəlmişsən, zəvc sözü həm kişi cinsinə, həmçində qadın cinsinə işlətmək olar. Sonuçda həyat yoldaşı sözüdür. Həyat yoldaşı həm kişi, həm də qadına istifadə etmək olar. Və lakin zəvcətun sözü var. Zəvcətun qadına xasdır. Çünki sözün sonunda təmərrütə var. Zəvcətun. Bu isə yalnız kişi öz qadınına aid deyə bilər ki, zəvcətun. Zəvcəti, məsələn, mənim həyat yoldaşım. Bəli. Həmid deyir ki, əindəkə səyyəratun yə əxi. İndə yanında mənasını verir. Lakin cümlənin əvvəlinə bu şəkildə keçəndə kədə sənin yanında. İndəkə. Cümlənin əvvəlində isə sənin var mənasını ifadə edir. Artıq sənin yanında yox, sənin var. Əindəkə səyyəratun. Sənin varmı maşının? Yə əxi, ey mənim qardaşım. Lə, xeyr. Mə indi səyyəratun. İndə sözünün sonuna, ində sözün sonuna kəsrə qoşduqda olur mənim. Mənim var səyyəratun, maşınım. Lakin burada sözün qarşısında mə artırılır. Bu inkarı bildirir. Deyir ki, xeyr, inkarla olanda olur, yoxdur. İndi səyyəratun, mənim maşınım var. Mə indi səyyəratun, mənim maşınım yoxdur mənasında tərcümə olunur. İndi dərracətun, mənim var velosipetim. Həmzətu, Həmzə. İndəhu səyyəratun. Onun maşını var. İndə bildiyimiz kimi mənasını az öncə dedik. Hu da ona məxsusdur. Onun var maşını. Bəli, nəhayət ki, mətni bitirmiş olduq. Əlhəmdülillah. Gələn dərsi inşallah bu dərsin çalışmalarını bir yerdə bircə işləyərik. Allah salamlaşırsın. Əssəlamu aleykum və rəhmətullah.